Oktyabr ayında bürcləri və planetlər olaraq bizi nələr gözləyir? Dəyişim olaraq. Birinci 7 oktyabrdan başlayırıq. Dolunay aktivləşəcək Qoç bürcünə doğru. Sürətli, belə deyim də, sürətli hərəkətlər etmək zamanı deyil, sürətli qərarlar etmək zamanı deyil. Bacarırıqsa məncilliyimizi, nəfsimizi və mənfəətimiz üzərində olan oyunları qısıtlamalıyıq. 8-9 oktyabrda isə Drakonoid meteor yağmuru aktivləşəcək ən sürətli şəkildə. Yəni, karmik enerjilərimiz, keçmişdən yarımçıq qalmış xəstəliklərimiz, maddesal problemlərimiz hamısı ortaya çıxacaq. Biraz 7-ci çakramızı, 6-cı, 7-ci çakralarımızı stabilləşdirməyimiz daha uyğun olar. 11-13 oktyabrda isə son 4-ün ayın yarımçıqlığın Xərçəng bürcündə aktivləşməsi olacaq, duyğusal olacaq, hər şeyi sağlamlıq olaraq, mədə-bağırsaq sistemi olaraq, özümüz olaraq hər şeyi boşluğa doğru, çox da belə deyim də allergik fonda, infeksiyon fonda olan xəstəliklər səmada daha da aktiv fonda olacaq. Buna fikir vermək lazımdır. 21 oktyabrda isə yeni ay, belə deyim də, Orionid meteorun aktivləşməsinə səbəb olacaq. Orionid meteoru, belə deyim də, yeni başlanğıc enerjilərin, meditasiyaların, hər şeyin zaman çərçivəsinə doğru özümüzdə yenilənmə, iş, pul, maddiyyat baxımından, belə deyim də, hər şeyin yeniliyinə, sıfırlanmasına doğru gətirə. Bacarsa evlərinizi təmizləyin, özünüzü təmizləyin, ətrafınızda olan insanları təmizləməyə başlayın 21 oktyabrdan. 23 oktyabrdan Günəş Əqrəb bürcünə keçid eləyəcək və belə deyim də, içimizdə olan sevgimiz, istəyimiz, aktivləşməyimiz başlayacaq. Yəni, belə deyim də, çox mərhəmətli, çox sevgi dolu, çox ələçıq bir insan moduna keçə bilərik və aldanma, xəyanət meyliliyi daha çox aktivləşmiş bir vəziyyətdə olacaq. 27 oktyabrda isə ay tutulması Buğa bürcündə olacaq və ən böyük problemi cəhətlərdən biri maddesal problemin aktivləşməsidir. Alqı-satqı qətiyyən etmirik, əməliyyat qətiyyən etmirik. Bacarırıqsa həmin günlərdə pul, maddiyyat, finans, iş gücünə əlaqədar olaraq bütün problemlərimizi 27 oktyabrdan noyabrın 3-nə qədər saxlayırıq. Çünki pul, maddiyyat cəhətdən dəngəsizliyin ən böyük problemi olan gündür. 31 oktyabrda isə ilk 4-ün, ayın ilk 4-də birinin, belə deyim də, Dolça bürcündə aktivləşməsi olacaq. Bizim azadlığımız, bizim söz azadlığımızın, bizim bədən azadlığımızın, bizim ruhsal azadlığımızın və özümüzün bədənimizlə enerjilərin sabitləşməsinin ən gözəl zamanıdır. Psixoloji özümüzlə danışmaq, psixoloqla danışmaq və yaxud da özümüzlə, belə deyim də, daxili azadlığımızı evimizdə, mühitimizdə daxili azadlığımızı əldə etmək zamanıdır. Yəni, içimizdə sağlamlıqla bağlı nə bizi sıxırsa, onu müalicə elətdirməliyik. Sözlə bağlı sevdiyimiz insana nə demək istəyirsə, onu azad olaraq, belə deyim də, ağıllı olaraq bildirməliyik. İşdə bizi sıxırlarsa, öz azadlığımızı, öz qüvvəmizi göstərmə zamanıdır. Azadlıq deyəndə ən birinci məqamda bizim sağlamlıq sistemimizdə olan qısıtlamalar, bloklar var. Bunların qabağını almalısınız, onları bir müalicə ilə aktivləşdirib sabitləməlisiniz. Oktyabr ayına çox ciddi bir şəkildə fikir verin.